Salam əziz izləyicilər. Növbəti video izahda xoş gördük. Biz keçən dərsimizdə string tip verilənlərlə bağlı danışmışdıq və kiçik bir proqram da yazmışdıq. Xatırlarsınızsa, sinif nümayəndəsi və onun cinsi ilə bağlı bir proqram yazmışdıq. Bugün isə namerik, ədəd tipli verilənlər üzərində müəyyən əməliyyatları həyata keçirəcəyik və bu əməliyyatları string tip verilənlərdə tətbiq etməyə çalışacağıq. İlk həyata keçirəcəyimiz əməliyyat toplama əməliyyatı olacaq. Artıq faylı açıb hazır saxlamışam. Deyək ki, bir A dəyişəni daxil edirik və buna 15 qiymətini mənimsədirik. Və bir B dəyişəni daxil edirik. Buna 20 qiymətini mənimsədirik. Bundan sonra yazırıq print A plus B. Sadə bir koddur, sadə bir əməliyyatdır. Və run komandasını icra edirik və yaxud klaviaturadan F5 düyməsini sıxırıq. Və kodumuz icra olunur. Ekrana gördüyünüz kimi 35 ədədini çıxardır. Bundan sonra bunu biraz başqa formada yazmağa çalışacağıq. Print komandasını silirəm. Bu dəfə yeni bir dəyişən daxil edirəm. A və bu dəyişənə A və B-nin cəmini mənimsədirəm. Yeni bir C dəyişəni daxil edirəm. Bu dəyişənə A və B dəyişənlərinin qiymətlərinin cəmini mənimsədirəm. Və bundan sonra print C yazsam sadəcə yenə eyni qiyməti mənə verməlidir. Və kodu icra edirəm. Gördüyünüz kimi yenə də eyni qiyməti mənə qaytardı. Bu deməli Python proqramlaşdırma dilində toplama və yaxud birləşdirmə əməliyyatı kimi buna baxa bilərik. Niyə görə birləşdirmə? İndi biz keçən dərslərimizdə demişdik ki, string tip, yəni sətir tipli verilənlər və yaxud mətin tipli verilənlər mütləq dırnaq işarəsi daxilində yazılmalıdır. Həmçinin biz bu ədəd kimi gördüyümüz 15 və 20 ədədlərini dırnaq işarəsi daxilində yazmaqla onları string tip verilənləri çevirə bilərik. Məsəl üçün 15-i dırnaq işarəsi daxilinə alıram. 20-ni də həmçinin dırnaq işarəsi daxilinə keçirirəm. C-ni isə olduğu kimi saxlayıram və bundan sonra, üzr istəyirəm, dırnaq olmadı bu. Bundan sonra print C yazsam, mənə nə cavab qaytaracaq, necə bir nəticə çıxaracaq, ona baxaq. Və gördüyünüz kimi 15 və 20 bu ədədləri ard-arda yazdı. Yəni birləşdirib ard-arda yazır. Çünki bunları mətin tipli informasiya kimi qəbul edir artıq. Çünki biz onları dırnaq işarəsi daxilində yazmışdıq. Dırnaq işarəsi daxilində yazdıqda toplama əməliyyatı birləşdirmə əməliyyatı kimi algılanır. Yəni birləşdirmə operatoru kimi algılanır. Və bunu biz indi ədədlər üzərində yox, yazılar üzərində, məsələn, yazıram A bərabərdir Sahil, B bərabərdir Quliyev və print C olduğu kimi qalır. Bu dəfə yenə icra edək. Və gördüyünüz kimi Sahil Quliyev ifadəsini ekrana çıxardı. Bu deməli Python proqramlaşdırma dilində bir operatordur, birləşdirmə operatorudur. Növbəti dəfə bu dəyişənlərin adları ilə bağlı bir video çəkəcəm. Hələ ki, bura qədər bugünkü video qısa olsun deyə qısa videolar hazırlamaq naminə bu video izahı da hələ ki saxlayıram. Təbii ki, bu barədə daha geniş bu əməliyyatları toplama, vurma, çıxma əməliyyatları barədə
daha geniş video izahlar olacaq. Sağ olun, növbəti video izahlarda görüşərik.